namazdan sonra, salam verildikdən sonra oxunan zikirlər içərisində İxlas, Fələq və Nəs surələrini götürdük və İxlas surəsi haqqında danışıldı. Və bugün inşallah Fələq surəsi haqqında olacaqdır. Fələq surəsi ümumi şərlərdən və xüsusi şərlərdən Allaha sığınmaq haqqında danışır. Necə ki, aydın olacaq. Allah Teala surənin əvvəlində buyurur: Bismillahirrahmanirrahim. Qul a'udhu bi rabbil fələq. De ki, mən sığınıram sübhün Rəbbinə. Yəni, qul mütəavvizən. Yəni, de ki, sığınaraq, inanaraq və qəti şəkildə Ə'udhu, mən sığınıram bi rabbil fələq, sübhün Rəbbinə. Əuz ərəb dilində, hansı ki, sığınmaq sözünün kökü, qorunmaq, sığınmaq mənasını verir və bu maddənin mənası, yəni həqiqi mənası, Əl-hurub min şeyin təxafuhu ilə mən yəsimuk. Yəni, qorxduğun şeydən səni qoruyacaq birisinə qaçmağındır. Və sən deyirsən ki, Ə'udhu bi rabbil fələq, mən sübhün Rəbbinə sığınıram. Yəni, mən qorxduğum və çəkindiyim bir şeydən sübhün Rəbbinə sığınıram. Və elm əhlindən bəzisi deyir ki, Əuz sözü insan qorxduğu şeydən sığınmağa aiddir. Amma ləvz isə, yəni əluzu, yəni sevdiyi şeydə sığınmağa aiddir. Və bu istiadə, yəni sığınmaq Allah Teala'nın bu gözəl adı ilə bağlı gəlmişdir. Rəbb adı ilə. Çünki istiadə Rəbb adına izafə olunmuş, isnad olunmuşdur. Liənnə min məani rububiyyətihi, çünki rububiyyətinin mənalarındandır ki, səni qoruması və səni himayə etməsi, qorxduğun şeydən. Yəni, səni yalnız Allah Teala xilas edə bilər. Deməli, burada Rəbb adı Fələq, yəni sübhə nisbət olaraq gəlmişdir, sübhün Rəbbi. Və burada Fələq, həm sübhün, Fələqa sözü ərəb dilində yarılmaq, yarılmaq mənasını verir. Yəni, sübhün yarılması və digər yarılan şeyləri də əhatə edir. Necə ki, Allah Teala buyurur, İnnallaha fəliqul habbi vən nəvə. Fəliqul habbi vən nəvə. Dəni və tumu da yaran Allah Teala'dır. Fəliqu yarandır. Yəni, tumu da, dəni də, yəni onu yarıb cücərdən Allah Teala'dır. Fəliqul isbahi, yəni sübhü yaran, yəni Allah Teala'dır sümbüldən o dəni yarıb çıxardan və həmçinin bitkiləri dəndən çıxardan Allah Teala'dır, yaran. Bütün bunlar bura daxildir və olduqca da münasibdir. Yəni sübhü qaranlığın, zülmətin içərisindən yarıb çıxardan, səni qorxulardan xilas etməyə qadirdir. Yəni, səni xoşa gəlməz işlərdən qorumağa qadirdir. Səni sıxıntılardan, şiddətdən çıxartmağa, sənə üz verən, nazil olan sıxıntıdan çıxartmağa qadirdir. Və bəzən təbiblər, həkimlər heyrət içərisində, şaşqın vəziyyətdə qalır. Yəni, səbəbi tapa bilmirlər və bəzən də fayda vermir və onların dərmanları
bu baş verən xəstəliyə təsir etmir. Və insan Allaha yönəlir. Və ola bilər ki, bunun illəsi, səbəbi gizlidir. Necə ki, bir çox insanların sığındığı şeylərdə, məsələn, sehir kimi, göz dəymə kimi. Yəni, bunları həkimlər bilmir, sehri, göz dəyməni. Və buna qarşı onlarda dərmanlar da yoxdur. Yəni, göz dəyməni, sehir toxunduğu zaman onu müalicə edən dərmanlar yoxdur. Və görürsən ki, göz dəyən və yaxud da sehir olmuş insan yatağında qalır və həkimlər ona nə olduğunu bilmir. Və bəzən insanda qəribə əlamətlər zahir olur. Və bəzən qarışdırır və bəzən yəni ağla uyğun olmayan bir şeylər danışır. Və bəzən yəni gözünə bəzi şeylər görsənir. Amma insanlar onu görmürlər. Və o isə görünən, gördüyü şeylərdən danışır və bəzən eşitdiyi şeylərdən və insanlar isə onun ətrafında onu eşitmirlər. Və insanlar heyrət içərisində, çaşqın vəziyyətdə qalır və onda bu bəlanın, üz verən halın nə qədər təhlükəli olduğunu bilirlər. Amma həkimlərin bildikləri isə yəni daha yüngül, asan məsələlərdir. Amma bunun isə mənşəyini, təbiətini həkimlər bilmirlər. Çünki bunlar qeybi məsələlərlə bağlıdır. Və bütün yəni şüalar və analizlər görürsən ki, insanda salamat çıxır nəticə olaraq. Heç bir problem görsənmir. Amma bununla yanaşı insan hərəkət edə bilmir və şiddətli ağrılardan əziyyət çəkir. Və hətta həlakə yaxınlaşıb. Və bəzən işləri qarışdırır, ağlı gedir. Və bəzən də həkimlər yəni bunu araşdırırlar və ola bilsin deyirlər ki, beyində nəsə var və onda dəyişən şişlər vardır. Bütün bunların hamısında insan heyrət içərisində qalır. Bəşərin, insanın əlində də bir şey yoxdur. Yəni onu müalicə edəcək. Onda insan nə etməli? Rəbbinə sığınmalı. Sübhün Rəbbinə. Yəni gecəni yarıb içərisindən, qaranlığın içərisindən sübhü çıxardan səni bu bəlalardan, müsibətlərdən, sıxıntılardan xilas etməyə də qadirdir. Və şək yoxdur ki, sübhün yarılaraq çıxması, yəni müjdə verici bir şeydir, sevindirici bir haldır və insanın nəfsində nikbinlik yaradır. Amma qaranlıq isə bir xəstəlik kimi, müsibət kimidir. Allah Teala qadirdir səni bütün bunların hamısından çıxartmağa, xilas etməyə. Və necə ki, Allah Teala dəni yararaq içərisindən bitkini çıxardır, sümbüldən dəni çıxardır və işləri öz məcrasına qaytarmağa da Allah Teala qadirdir. Həyatı və afiyəti. Və burada Allah Teala'ya sığınma keçir. Qul a'udhu bi rabbil felaq min şerri ma xalaq. De ki, mən sübhün Rəbbinə sığınıram yaratdığının şərrindən. Sübhün Rəbbinə yaratdıqlarının şərrindən. Yəni Allah Teala bu yaratdığı məxluqatlarda öz hikməti ilə bəzi şərlər yerləşdirmişdir. Və bəzilərində də xeyir vardır. Min şerri ma xalaq bu ümumiliyi bildirir. Yəni Allah Teala'nın yaratdığı hər bir şər olan məxluqdan, o məxluqun şərrindən Allaha sığınmış olur insan. Bildiyimiz və bilmədiyimiz şərlər, insanda olan şərlər, cinlərdə olan şərlər,
heyvanlarda, malqarada, vəhşi heyvanlarda, yırtıcılarda olan şərlər və həmçinin o qədər şərlər vardır ki, onu yalnız Allah bilir. Hamısından insan Allaha sığınır. Min şərri mə xalaq. Yaratdığının şərrindən insan, cinlər və heyvanlar. Və onları yaradana insan sığınır. Onların hamısının ixtiyarı Allahın əlindədir. Və sonra xüsusi ilə gecə gəlmişdir. O min şərri qasiqin izə vaqab. Burada qasiq gecə olaraq izah verilmiş, təfsir verilmişdir. Yəni gecə öz zülməti qaranlığı ilə ətrafı bürüdüyü zaman gecənin şərrindən Allaha sığınma keçir. Çünki gecə vaxtı şərlər daha çoxalır. Şeytanlar yayılır. Hətta insanlardan olan şeytanlar, cinlər və vəhşi heyvanlar belə yuvalarından gecə vaxtı çıxır. Həşəratlar və şərlər çoxalır. Çünki gecə öz zülməti ilə onları örtür. Və buna görə də gecə vaxtı şərlər gündüz vaxtı olan şərlərdən daha çoxdur. Min şərri mə xalaq və min şərri qasiqin izə vaqab. De ki, mən sığınıram sübhün Rəbbindən, yaratdığının şərrindən və gecənin şərrindən daxil olduğu zaman. Daxil olduğu zaman, yəni gecə zülməti ilə ətrafı bürüdüyü zaman. Çünki gecə gəldiyi zaman şərlər və əziyyət verici şeylər yayılır, çoxalır. Və sonra gəlir və min şərrin nəffəthəti fil uqad, düyünlərə üfürənlərin şərrindən. Təfsirdə gəlir ki, sehirbazlardır düyünlərə üfürənlər. Məşhur olan odur ki, sehirbaz qadınlar. Bəs kişilər, yəni kişilər də aiddir. Yəni qadınların xüsusilə gəlməsi isə onu bildirir ki, sehir onlarda daha çox olur. Yəni kişilərə nisbətdə qadınlar daha çox sehirlə məşğul olurlar. Amma İbn-i Qayyim Rahimehullah isə deyir ki, burada qadın cinsinə gəlməsi nəfslərə qayıdır. Bütün düyünlərə üfürən nəfslərin şərrindən. Ona görə nəfslər deyildiyi zaman bütün kişilərdə və qadınlarda əhatə edir. Və sonra xüsusi bir sığınma gəlir. O da həsəd aparandır ondan. Müəyyən bir halından. Və min şərri hasidin izə həsədə, həsəd aparanın şərrindən həsəd apardığı zaman. Yəni o vaxt ki, həsədlə insan yönəlir. Ola bilər, yəni insan həsəd aparanda, amma hal-hazırda onda o hal yoxdur. Yəni əsas şər nə vaxt ortaya çıxır? İnsanda o həsəd yarandığı zaman. Yəni elə bir formada olur ki, onun həqiqətini Allah bilir. Və onun zərəri, həsəd aparanın əziyyəti həsəd olunana Allahın qədəri ilə toxunur. Və həsəd də bəlli bir məsələdir. Allah Teala'nın verdiyi neməti, nemət verilən insandan itməsini arzulamasıdır. Daha fərqi yoxdur, istəyir itərək özünə gəlsin və yaxud da tamamilə itməsini arzulasın. Əlbəttə ki, itərək özünə gəlməsini istəmək daha şiddətlidir. Və həsəd budur. Və bura xüsusi növ həsəd də daxildir. O da gözdəymədir, gözdür. Və burada deyiləndə ki, min şərri hasidin izə həsəd, həsəd aparanın şərrindən həsəd apardığı zaman, yəni elə bir ki, bu mənaya, yəni gözə işarə vardır. Deməli, insanın bundan Allaha sığınmağa ehtiyacı var. Onun şərrindən, onun hiləsinin yoxa çıxarılması üçün. Çünki həsəd aparan insan nemətin yoxa çıxmasını, itməsini arzuluyur və onun üçün çalışır. Çünki onun qəlbində
bir pislik vardır. Yani nifrət, kin, kudurət vardır. Nemət verilən insana qarşı. Və o insan yani Allah'a da etiraz eden birisidir. Allah'ın bölgüsüne. Çünkü ruzini bölen, əta eden, nemət veren Allah Teala'dır. O həsəd aparan insan Allah'ın bölgüsüyle, təqdiriyle razılaşmayan birisidir. Allah Teala buyurur: "Em yahsudun nas ala ma atahumullah min fadli." Yoksa onlar, yani insanlar Allah Teala'nın öz lütfündən bəxş elədiyinə görə mi həsəd aparırlar? Necə ki İbn Teymiyyə rahimehullah buyurmuşdur ki: "Ma xala cəsədun min həsəd." Həsəddən xali bir cəsəd yoxdur. Həsəddən xali bir cəsəd yoxdur. Hər bir cəsəddə həsəd vardır. Yəni hər bədəndə həsəd var. Lakin yaxşı insan, kərim insan onu gizlədir. Nankör insan, alçaq insan onu büruzə verir. Yəni kərim insan onu dəf etməyə çalışır. Yani bilir ki bu Allah Teala'nın ətası, lütfü ve ruzisidir ve ona bereketle dua edir. Ve hatta arzulur ki Allah Teala ona olan lütfünü daha da artırsın. Ve buna göre de şeriatte gelmiştir ki insan hoşladığı bir şey gördüğü zaman ona bereketle dua etsin. Həsədin izini qıran əsas yollardan biri elə budur. Ve belə edərsə o həsəd olunana Allah'ın izniyle çatmaz. Ve ona bereketlə dua eder. Sen deyə bilər ki, Allah Teala'dan istəyirəm ki, ona bereket versin. Və yaxud da barakallahu ləkə, Allah sənə bereket versin filan işdə. Və sənin özündə, malında, afiyətinə, evladına, ailənə bereket versin. Yəni insanın maşallah, təbarakallah deməsi kifayət deyil. Çünki maşallah, təbarakallah bereketlə dua etmək sayılmır. Yani çünkü Peygamber sallallahu aleyhi ve sellem emredir ki ona bereketle dua, bereket istesin. Bereketle dua etsin. Ve bu da həsəd aparan insanın məqsədinin əksidir. Yani çünkü həsəd aparan insan istəyir ki o nemət içsin. Ve ona bereketle dua ettiği zaman o nemətin çoxalmasını istemiş olur. Yani artık o göz değmezden evvel, yani insan bir xoşladığı şey gördüğü zaman belə dua etməlidir. Yani artık bu baş verərsə, yani göz değərsə, həsəd olunan insana artık əmr olunanı o yerine yetirir. Yani şəriətdə gələn məsələni dəstəmaz alır. Yani kimin gözünün dəyməsi bilinirsə və yaxud ehtimal olunursa namaza aldığı dəstəmazını alır ve sonra o suyu, dəstəmaz suyunu həsəd olunmuş, yani göz dəymiş insanın üzerine tökür. Eğer yani dəstəmaz yerləri və hətta gəlir yani dizin arxa hissəsi, yani içəri hissəsi də yuyulur və həmçinin izarın daxili hissəsi də yuyulur və o su tökülür nəzər toxunan insanın üzərinə. İbn Qayyim rahimehullah deyir ki, elə bil ki göz o yerlərdən doğur. Əgər o yuyularsa və bu su götürülərsə və sonra o toxunan insanın üzerine tökülərsə ve elə bil ki ipten açılmış kimi qalxar. Heç bir problem olmadığı halda. Və la yenbəğli əhədə ən yənəf izə du'iyə zəlik. Yəni bir insana deyiləndə ki gəl dəstəmaz al. Yəni insan bundan boyun qaçırmamalı. Deməməlidir ki mən heç kəsə göz toxundurmuram və heç kəsə həsəd aparmıram deməməlidir. Və deyildiyi zaman gəl dəstəmaz al, sən dəstəmaz suyunu falan kəsin üzerine tökmək lazımdır. Yəni gərək boyun əysin, tabi olsun, icabət etsin. Yəni bu ayə dəlalət edir ki, yəni sehrin həqiqəti var. Və bu üç ayə və min şərri qasiqin izə vaqab, gecənin şərrindən daxil olduğu zaman, deməli bu
Yəni bu üç ayələrin necə bir-birinə münasib gəlməsi. Yəni münasib gəlməsini gərək insan düşünsün. Deməli, bəladır, şərdir. Bunlar gizli ola bilir. Bəzən ortaya çıxmaya bilir. Necə ki, sehir də gizlidir, göz dəymə də gizlidir. Və bu üç şey də gizlidir. Və həmçinin gecə. Və şururlə təntəşir fihi və həmçinin şərlərin yayıldığı gecə də gizlidir, qaranlıqdır. Və həmçinin sehir özündə də gizli səbəb vardır. Məlləzi yuthbir ənə hədəl insan səhərə filan əv nəhvi zəlik. Yəni, kim ispat edə bilər ki, onu filan kəs sehr etmişdir. Və bəzən insan ölür və yaxud da xəstəlik uzanır, amma insanlar onun sehirli olduğunu bilmir. Və bəzən insana göz dəyir və ondan ölür. Və bəzən onun xəstəliyi 10 il çəkir yatağında, tərpənə bilmir. İnsanlar isə onun göz dəymədən olduğunu bilmirlər. Və bəzən insan gözünü itirir və bəzən ağlı gedir, eşitməsini itirir və afiyyətini itirir. Və ona görə buyurulmuşdur ki, biz hər səhər, axşam 3 dəfə bunu oxuyaq və həmçinin hər namazdan sonra isə bir dəfə oxunur. Yəni, Rabbil fələq, sübhün Rəbbinə sığınıram. Yəni, gecəni yarıb gündüzü çıxardan Allah Teala'dır. Dəni yarıb içindən bitkini çıxardan, deməli, bu nə qədər münasibdir. Əgər Allah Teala gecəni yarıb gündüzü çıxartmağa qadirdirsə, səni qorumağa, xilas etməyə də qadirdir. Və burada həsid, min şərri həsidin idə həsəd, yəni həsəd aparanın şərrinə həsəd apardığı zaman və burada həsəd aparan həm cinlərdən də ola bilər, həmçinin insanlardan da. Çünki cinlər də həsəd aparırlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bir qadının üzündə bir ləkə görür. Və deyir ki, istərqu ləhə fə innə bihən nazıra. Yəni onun üçün rüqyə etdirin, çünki onda nəzər vardır. Və buna alimlər gətirir ki, yəni cinin gözü dəymişdir. Cinin gözü vardır. Yəni cinlər gözlərini toxundururlar. Yəni cinlərin də gözü dəyir və onlardan həsəd hasil olur. Ona görə yəni diqqətli olmaq lazımdır. Bəzi insanlar yəni öz afiyyətindən, yaxşı yaşayışından, sağlamlığından, yəni bir çox insanların aciz olduğu işlərə qadir olmasından yəni ağız dolusu öyünərək danışır. Və ola bilər yeməyindən danışsın və digər etdiyi əməllərdən və ona deyiləndə ki, yəni belə bunu nümayiş etdirməyə ehtiyac yoxdur, bu cür afiyyəti, nimətləri və deyir ki, mənim yanımda heç kəs yoxdur ki. Amma bilmir ki, cinlər də insana göz toxundura bilir. Və həmçinin qadınlar da, burada qadının üzünə ləkə düşmüşdür, deyir, cin toxunmuşdur. Və həmçinin qadınların da toylarda açıq-saçıq olması, fitnə yerlərini büruzə etməsi və sözsüz ki, bu da həmçinin göz dəyməsinə və yaxud da həsədə səbəb ola bilir. Yəni, qadınların arasında olsa belə, bəzənmələri və həmçinin açıq-saçıq olmaları və məsələn, ola bilər qadınlar ona baxsın, digər qadınlar və qadınların da gözü dəyə bilsin və həmçinin cinlərin də gözü toxuna bilsin. Çünki qadın baxır başqasını, yəni görəndə ki, özü o dərəcədə deyil, elə gözəl deyil və istər-istəməz həsədin yaranmasına səbəb olur. Neçə qadın olub ki, yəni məclisə gedib gəldikdən sonra halının dəyişdiyini açıq-aydın yəni söyləmişdir. Çünki orada qadınların gözünün dəyməsinə səbəb olmuşdur. Və burada gərək insanlar diqqətli olsun, Allahdan qorxsunlar. Yəni belə nümayiş etdirməyə ehtiyac yoxdur. Və həmçinin bəzən insanlar bu cihazlarda nemətləri
nümayiş etdirirlər. Yəni bu cihazlarla necə davranmaq lazım olduğunu bilmirlər. Və bəzən görürsən insanlar evlərinin müəyyən yerlərini, hansı ki evləri qəsrlərə oxşuyur və yaxud da və digər nimətləri başqalarının əldə edə bilməyəcəyi bir şeyləri çəkərək yerləşdirənlər vardır. Çünki bir çox insanlar ondan məhrumdurlar. Və bəzən insana adi gəlir, amma və onun yerləşdirdiyi, nümayiş etdirdiyi işlərin bir çoxundan bir çox insanlar da məhrumdurlar. Və bəziləri aldığı texnikanı nümayiş etdirir. Bəziləri yəni yeməkləri nümayiş etdirir. Müxtəlif növ bişirdiyi yeməklər, yediklərini nümayiş etdirirlər. Sözsüz bütün bunlar hamısı həm həsədə, həm də gözün dəyməsinə səbəbdir. Yəni ümumiyyətlə insan Allah Teala ona bəxş elədiyi nemətə şükür eləməlidir, israf etməməlidir və onu məhrum olanlara, imkansız insanlara israf etmək əvəzinə imkanı olmayanlara, ondan məhrum olanlara verməlidir. Və sözsüz bunu yəni nümayiş etdirmək isə doğru olan bir şey deyildir. Hətta bəziləri yemək pişirərək bunu nümayiş etdir və bununla yəni öyünürlər ki, bunu öz əlimlə düzəltdim, bişirdim və bu da həmçinin yaxşı hal deyildir. Thumma idza asaba al-insana durru necə ki sonra insana müəyyən müsibət üz verdiyi zaman ayələrdə də keçir. Yalnız Allah Teala'nın rəhm etdiyi istisnadır. İnnel insane xuliqa halua. Yəni insan mala qarşı kəm hövsələ yaradılmışdır. İzə məsəhu şerru cəzua və ona bir şər, müsibət toxunduğu zaman özündən çıxar. Və izə məsəhul xeyru mənua və xeyir gəldiyi zaman isə onu yığıb saxlayar, hətta vacib olan yerə belə verməz. İlləl musallin, namaz qılanlardan başqa və sonra digər vəsflər keçir. Və bir çox insanlar yəni bunları nümayiş etdirdikdən sonra görürsən onlara bir xəstəlik üz verir, zərər üz verir, gücləri tükənir və bəzən görürsən insanlar özlərinə malik ola bilmir, sahib ola bilmir, ağlayırlar. Nəyə görə? Bu üz verən problemlərdən. Və buna görə də bu kimi şeylər insan etməməlidir ki, və sonra pis nəticələr ortaya çıxmasın.